Salam hər kəsə. Bugün sizə 3-cü vloqumu paylaşıram. 3-cü vloqum olsa da, amma qətiyyən bəyənməmişəm. Düzü daha çəkməyi yeni öyrənirəm. Üstünə danışmaq isə mənə çox süni gəlir. Gələn vloqumda üstünə danışmayacağam. Elə çəkərkən danışmağa cəhd göstərəcəyəm. Başlayaq. Səhər oyanıb hazırlaşıb işə yollanıram. İşdə ilk görəcəyim iş kofe hazırlayıb kofe içmək, daha sonra işlərə fokuslana bilərəm. Kofesiz həyatı təsəvvür eləyə bilmirəm. Bugün necə yaşamışıq, onu belə bilmirəm. Daha sonra abed fasiləsindən mənə bağdan gözəl əncirlər gəldiyini eşitdim və biraz yedim və idmana yollandım. İdman daha çox işə yaxın seçirəm. Bəzən maşınla, bəzən isə piyada. Pistlərdə getmək çox çətindir, amma yenə də gedirəm. Pis yaxşı idmanımı edirəm. Daha sonra işə qayıdıram. İşə qayıtdıqda stolumun üstündə balaca belə şirin bir hədiyyə gördüm. Açdım və içindən kinder çıxdı. Bu kinderin üstündəki mənim uşaqlığımdır. Burada səhv eləmirəm. Neçənci sinifdə oxuyuram görəsən. Tam xatırlamıram. Yeməsən də dadına bax yazılmışdı. Çünki mən şirniyyatı ancaq altı bazar yeyirəm. Və altı bazar dadına baxacağam. Sonra abedimi edirəm. Bugün yeməyim krevetka, düyü ıspanağı idi. Saat 5-də günün ikinci kofesini hazırlamağa gedirik. Biz çox vaxt kofeni belə hazırlayırıq. Həm vaxta qənaət edirik, həm kofenin özünə. Mən astıkım. Kofeni içdikdən sonra biraz işləyirik, biraz dincəlirik, biraz söhbət edirik və evə yollanırıq. Bizdə həftənin bir günü spagetti fettuccine günü olur. Bu da o günlərdən biri idi. Deməli, belə bir alətim var, üz üçündür. Üzdəki qara nöqtələri təmizləyir və rəng bərabərsizliyini düzəldir. Özünə məxsus proqramı var. Proqramı yüklüyürsünüz, öz şəklinizi göndərirsiniz. O sizə nələrin lazım olub, nələrin lazım olmadığını, həftədə hansı günlər neçə dəfə istifadə edəcəyinizi bildirir. Burasına su doldururuq, basırıq və üst nahiyəmizi təmizləyirik. Bəyənirəm.